Ateistlər iddia edirlər ki, əslində ağac insan üçün meyvə vermir. Oksigeni insan üçün vermir. Heyvanlar da bizim üçün deyil, öz balası üçün süd verir. Zorla əldə etmişik. Arı da bizim üçün bal vermir. Özü üçün istehsal edir. Mineral balı. Qardaşlar, ümumiyyətlə, ağıl böyük neymətdir insan. Yəni, Allah Taala'ya həmd olsun ağıl neymətinə görə. Ümumiyyətlə, Allah insanı yaradıb və ona ram eləyib bəzi şeyləri. Ateistlər nə yeyirlər, nə içirlər, hardan nəfəs alırlar, mən başım çıxmır. Yaşımı ağac, onda nəfəs almasın, bal da yeməsin, heyvanların südündən də hansı icazəli istifadə eləməsin. Nə bilim, zibilxana baxsın da nə var, yesin oradan. Biz əlhəmdülillah istifadə edirik. Çünki Allah Teala onu insanlar üçün yaradıb və buyurub ki, onlardan istifadə edin. Bu sual deyil əslində. Belə suallara fikir vermək lazım deyil.